Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən Mənim Qərbi Azərbaycanım Xatirələr adlı kitab işıq üzü görüb. Qərbi Azərbaycandan olan müəllim-müəlliflərinin özlərinin və valideynlərinin xatirələri əsasında müxtəlif illərdə dərc olunan məqalələr toplusu Elm və Təhsil Nazirliyi ilə Qərbi Azərbaycan icmasının birgə təşəbbüsü nəticəsində ərsəyə gəlib. Nəşrdə Azərbaycan xalqının əsrlər boyu yaşadığı Qərbi Azərbaycan torpaqları, həmin ərazilərin Azərbaycanlılara məxsus olmasını təsdiqləyən tarixi məlumatlar, ermənilər tərəfindən törədilən vandalizm aktları ətraflı şəkildə əksini tapır. Məhz bu kitabın da əsas məqsədi ondadır ki, bizim şagirdlərimiz, gənclərimiz bu ənənələri öyrənsinlər. Çünki mədəniyyət kodunun, yəni vətəndaşların mədəniyyət kodunun bir hissəsi bu ənənələrlə asılıdır, milli ənənələrlə bağlıdır. Və bu milli mədəni ənənələri qoruyub saxlamaq çox vacibdir. Və bu kitabın əsas məqsədlərindən də biri məhz budur. Biz hesab edirik ki, bu kitab birinci növdə işlənməlidir. Yəni bu kitab müxtəlif fənlər üzrə müəllimlər ki, bu kitabın müəllifləridir. Öz dərslərində, dərsdən kənarda bu kitabı əsaslanaraq uşaqlara, tələbələrə, şagirdlərə danışmalıdırlar. Bu Azərbaycan tarixidir, bu bizim keçmişidir. Biz bunu unutmamalıyıq, bu bizdə qalmalıdır tarixdə. Burada bir iclasda səsləndi ki, bu kitab xarici dillərə də tərcümə olmalıdır.